Elman müəllim, nədir bu vilayətinin durdu, indi niyə bunu dedi? Sizcə, sizin versiyanızı eşitmək istəyərdim. Əvvəla onu qeyd edeyim ki, beynəlxalq siyasətdə birdən-birə heç nə olmur. O birdən-birə görünür, amma əslində belə deyil. Yəni biz düzü heç təəccüblənmədik, çünki İranın Azərbaycanla bağlı siyasətinin nə qədər zigzag var, enişli, yoxuşlu olduğunu çox gözəl bilirik. Düzdür, İran prezidentinin Azərbaycana səfərindən sonra münasibətlərdə müəyyən istiləşmə tendensiyası var. Ancaq hər halda nəzərə alaq ki, İran prezidentinin adı prezident olsa da, statusu prezident olsa da, amma mahiyyət və məzmun etibarilə sanki ölkənin baş naziridir. Prezident, sözün həqiqi mənasında prezident ali dini rəhbər. Bu məlum həqiqətdir. Və bir gül ilə bahar olmaz. Və bu məntiqlə yanaşanda hesab edirəm ki, indiki halda İranın məlum davranışı onun həm də ifadəsidir ki, deyəsən İran çox deməli bir daxili gərginlik keçirir ki, Zəngəzur dəhlizi açılacaq. Artıq ona doğru gedir. Ona doğru gedir və İran tərəfi təhlil edir ki, Azərbaycan özünlə bağlı, Zəngəzur dəhlizinin işləməsi ilə bağlı əsas yolun tikintisini yekunlaşdırmaq üzrədir. Qalır söhbət 40-45 deməli kilometrlik yoldan Zəngəzur dəhlizi ilə bağlı. İranın Nəqliyyat Naziri getdi, özü ilə gördü. Bəli. Yəni proses gedir. Mən İran ekspertlərinin də mövqelərini izləyirəm. Onlar hətta yazırlar ki, çox maraqlı fikirlər səsləndirir. Yazırlar ki, Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi müdrik addımlar atır öz maraqları baxımından və istisna deyildir ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı hətta texniki əsaslandırma işlərini görməsə də belə, hətta onu etməsə də belə, bəlkə bunu məqsəd yönlü şəkildə yubadır. Ona görə yubadır ki, bir gün Azərbaycan tərəfi desin ki, ay Ermənistan, bəlkə o 40-45 kilometrlik yolu sənin maliyyələşdirmə vəsaitini çatmır. Bəlkə bu vəsaitə biz verək, sənin buna pulun çatmır. Hətta bu versiyalar da istisna deyil. Bəlkə Ermənistan əslində Zəngəzur dəhlizinin işləməsini istəyir. Sadəcə söhbət onu da Azərbaycanın boynuna yıxmaq və Azərbaycan maliyyəsi hesabına həyata keçirmək istəyir kimi versiyalar səsləndirirlər. Amma məsələnin hesab edirəm ki, İranın bu pəjmürdə olmasını şərtləndirən mühüm amillərdən biri də odur ki, gəlin Azərbaycanın və Ermənistanın siyasi rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyinə baxaq. Azərbaycan Zəngəzur dəhlizinin açılmasına israrlıdır və məlum 10 noyabr sənədinin 9-cu bəndinə buna əsas verir. Düzdür? Bu bəlli həqiqət. Gəlin baxağın Ermənistanın siyasi rəhbərliyinin mövqeyinə. Onlar da prinsip etibarilə Zəngəzur dəhlizinin açılmasını istəyirlər. Söhbət terminologiya məsələləridir. Onlar Zəngəzur ifadəsi işlətmək istəmirlər. Amma söhbət dəhlizdən gedir. Və əsas burada fikir ayrılığı nədir? Biz istəyirik ki, Zəngəzur dəhlizindən keçməklə Azərbaycana, yəni bizim Naxçıvan ərazisinə quru və dəmir yol xəttlərinin keçidi gömrüksüz olsun, sərhəd yoxlaması olmadan baş versin. Ermənistan isə deyir ki, bunlar olsun, amma gömrük yoxlaması olsun, sərhəd yoxlaması olsun. Bircə dəqiqə Elman müəllim. Bax, tutaq ki, mən fərz edirəm. Biz Ermənistanın dediyi təkliflə razılaşdıq ki, yaxşı, qoy olsun siz demişkən, gömrük yoxlaması və s. Onda da İran deyəcək və güya mane ola biləcək. Sizcə? İran istənilən halda mane olmaq istəyəcək. Çünki onun niyyəti odur ki, bu baş verməsin. Amma Ermənistan çox rahatlıqla satacaq onu. Verilişin əvvəlində heç mən maraqlı bu Ələkbər vilayətinin bir misal gətiririz, onun son ifadələrini ki, güya İran bunun qarşısını aldı. Və çox maraqlı bir orada yanaşma var. Bu o məqsəd üçün ki, edilir ki, birincisi Ermənistanın ərazi bütövlüyü məsələsinin. Bir də çox maraqlı budur, demoqrafik dəyişiklik baş verməsin. Bir ərazi bütövlüyü ilə bağlı dəyişiklik olmasın. Bir də demoqrafik. Ərazi bütövlüyü məsələsini biz anladıq ki, o nə deməkdir? Bu demoqrafik nə deməkdir? Yəni Azərbaycandan ora köçməsini... Azərbaycanın qərbi Azərbaycana getməsinin qarşısı alınmasın, bu bir. İkinci nədir? İkinci odur ki, orada çox bic bir yanaşma var. Aydındır bu vilayətidir. Məqsəd odur ki, bu 2023-cü ildəki antiterror əməliyyatlarında ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Yəni, demoqrafik dəyişiklik olmasın. Yəni ki, onlar 2 ilə, 3 ilə, 4 ilə, 5 ilə geri qayıtsın. Belə, necə deyərlər, çox bic bir deməli gediş etmək istəyirlər. Amma mənə elə gəlir ki, İranın əsas nigarançılığı və bu gərginliyi onunla bağlıdır ki, o fərqindədir ki, Azərbaycan boş yerə bu pulları sərf eləmir. Azərbaycan Zəngəzur dəhlisinin işlənməsində israrlıdır və Azərbaycan prezidentinin məlum ifadəsində yaddan çıxarmayıblar ki,
Azərbaycan istənilən yolla onsuz da Zəngəzur dəhlizini işə salacaq.